Sponsor Access Bank. Xüsusi sponsorlar Bison, Montana Restoranı, Green Home Construction. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Education. Come on! We don't need no cruise control. Hey! Hey! Teacher, leave the kids alone. Hər vaxtınız xeyir olsun, əziz dostlar. Hər birinizi salamlayırıq. Zarafat bir yana verilişinə xoş gəlmişsiniz. Həmiş olduğu kimi dəyişilməz ünvanımız olan hara? Montana restorandayıq. Montana restoranını da alqışlayaq. Yeyin için nuş olsun. Və qonağımızı təqdim eləmək istəyirəm dostlar. Şair, söz ustası, müğənni, Namik Qaraçqoru! Looking out at face. Personal Jesus. Alright. Ona görə deyirəm ki, bayaqdan yemə, əl salam bilsən, nəfəsini saxla. O veriş başlasın sonra. Namik, xoş gəlmişsən. Ne güzel havadır. Hoş gördük hamını. Verilişin formatından hamının xəbəri var. Burada vəziyyət necədir? Hər birinin masasında gördüyünüz işarələr var. Göy və qırmızı işarə. Göy tərəfdə mikrofon işarəsidir, qırmızı tərəfdə ulduz. Mikrofon işarəni göstərirsə, o deməkdir ki, hesabı aparıcı var, yəni biz ödəyirik. Əgər siz qırmızını qaldırırsınızsa, o deməkdir ki, hesabı qonaq ödəyir. İstədiyin suala sən cavab verməyə bilərsən əslində. Deyə bilərsən ki, buna sualdır mənə versən. Amma həmin an o masanın hesabını bağlamalı olacaqsın. Deyirsən ki, mən bu suala cavab vermək istəmirəm, amma o masada bu dəqiqə nə yeyirlər, nə içirlər, həmin hesab gəlir sənə, həmin hesabı sən bağlayırsan. Tamam. Çalışın, suallar ağır olsun. Belə bir standart sualımız var. İndiyə kimi nə qədər hesab ödəmisən ən çox restoranlarda? Yəqin toyumda en çok hesap ödemişim də. En çok. Toyun hesabını bağlamışsın. Ha, toyun hesabı. Təxmin nə qədər olar? Ya burada inanmıram o qədər olsun hesab. Rəqəm yadında qalmır. Yok. Çünkü ondan sonra yüreğim gitti. Yaklaşım pozuldu. Məncə bugün rekordu təzələyərsən. Görək. Mən o krevetkalardan tutmuşam ki, bu günləri Herhalde hesab... bir tamaşaçı da samimi olmalıdır, kıymet veren. Yox, o barədə biz inanırıq. Hesabı o versin diye. İnanırıq. Nicat düzdür, bayaq nəsə danışırdı, qulaqlarına nəsə Var, deyirdi. bunda öyle Bütün şeyler suallara ağır verin ki, sonra hesab məndən çıxır azıcık da. Səndən yaxşı. Hadi sən mən də eyni adam. Yaxşı, danışarıq. Salam Namik bəy, xoş gəlmisiniz. Salam, hoş gördük. Hoş. Daim efirdə görsəm də bugün realda görmək çox xoş oldu mənə. Düşündüyümdən daha qəşəng giymişsiniz. Maşallah. Nicatın fonunda həmişə qəşəng görsən. Daima ən çox maraqlı olan bir sual var ki, sizin rəvayət klipidir. Hansı ki, o vaxtı çox, yəni hamı izləyir də bunu. O klipi hər baxdığımda mənə maraqlı bir sual doğurur. O sualı sizə verəcəm. Rəvayət klipində siz orada başınıza gəlmiş qəmli bir hadisəni xalçanın üzərində 8-9 kişiyə niyə danışırdınız? Maraqlı sualdır. Yaş dola gözlərə, danışmışam sizlərə. Bəlkə xalçana reklam gedirdi orada. Yəni, əslində kişiləri daha çox başa düşürlər. Mən belə başa düşürəm. Çünki onların da başına bəzən belə şeylər gəlir. Ona görə də belə bilirəm ki, daha məntiqli idi kişilərlə. Çözüm tapa bildiniz? Çözüm də oldu. Nəticədə elə o kişilərin də köməkliyi ilə çözümü oldu ki, mən çox populyarlaşdım və bugün sizlə birlikdə buradayam. Marağı nə gəldi? Bu sualın məğzi xalçada idi, yoxsa kişilərdə idi? Yəni orada xanımlar otursaydı 7-8 nəfər bu rəvayəti danışsaydı daha sizə uyğun gəlir. Yox, xanımlara bu biraz absurddur. Təbii ki, Hə, xanımlara kişi oturub xanımlara dərdim danışır ki, başıma bu gəldi. bilirsiniz Biraz necə oldu. düz gəlməzdi. Bir də ki, xanımlar o qədər dözməzdilər. Körbəsdir, oldu, keçdi. Bu 7-8 nəfər çox deyildi. Hələ kadra düşməyənlər var idi. Siz hələ heç eləməmişsiniz, bu qədər adam yığmışsınız bura. Salamlayıram ilk Salam, öncə sizi xoş hamı gördük. kimi.
Bildirmək istəyirəm ki, adım Məryəmdir bu arada. Mahnımız var, çox sevərək Aləm dinləyirəm. başqa, aləm Bəli, bəli. başqadır Məryəm. Məncə hər adama da nəsib olmur adına belə qəşəng bir mahnı. Amma ondan əlavə bir sual vermək istəyirəm. Buyurun. Müsahibələrinizin birində bildirmisiniz ki, mən çırpıb getdiyim qapını bir də dönüb açmıram. Belə bir ifadə işlətmisiniz. Bu dəqiqə gündəmdə olan Aygün xanımla videolarımız çox səmimidir, çox mehribancasına. Hamıya da maraqlı olan bir sual. Görəsən o qapını küləkmi açıb? Necə olub? Skvoznak oldu. Pəncərə açıq qalır. Zamokunda problem var. Onu bağlayırsan açılır, bağlayırsan açılır. Yəni o qapı ilə daimi açıq qalır. Ona görə yəqin elə alıb külək də gedib. Yəqin. Siz Bağlama, harda öyrən görmüsünüz? gəlmir. Mən üzr istəyirəm. Bu səmimi çırpırsan, görüntüləri deyirsiniz Aygün xanım. YouTube, Instagram, TikTok. Tək mənə maraqlı deyil. Bütün Azərbaycana o görənlərə Mən də maraqlıdır. görmüşəm. Toy şənliklərdə, el şənliklərdə. O ağacdan qapılar olur ha. Bəli. Taxta qapı. Köhnə nə bilim palıtdan filan. O Belə qapılardan binada oturduqca o artıq orada Oynayır da yerindən oynayır Çox yerindən. məntiqli, dəqiq cavab Ha, verdi. bağlıysan Çox sağ açır, olun. bağlıysan açır. Məryəm xanım, çox sağ olun. Mən xahiş eləyirəm. Heç mən Aygünlə belə səmimi deyiləm. Səmimiyyətə bax. Allah'ın Qapın bağlı, qapın bağlı. Cavab mənə qane eləmir. Çünki o mənə sərf eləmir. Aha. Yəni zarafata saldı qardaşım, cavab vermədi. Hə. Mən xahiş edirəm ki, cavab verəsən. Sən bir söz deyim. Cavab vermirəm. Cavab vermə Məktəbi tam bitirmisən. Kitabda da oxuyursan da öyle. arada. Yəni mən əslində ən ciddi, ən doğru cavab indi verdim. Onu veriliş gedəndə oturub təhlil eləsəz başa düşəcəksiniz ki, mən nələrsə demək istəmişəm orada. O təhlil söhbətin bir balaca Əgər o ünvanı. təhlildə sən problem yaşayırsansa, artıq mən doğru yerə gəlməliyəm. Yox, bu belə kitab oxuyuram. İndi bir dənə məsələ var. Mən başa düşdüm. Sən kitabı arxadan oxursan 100%. Yox, başdan bura. Başdan. Ərəb Amma- əlifbasını. O bayaq dediyin sözlər bunu Ay, çaşdırır sağ deyə ol, başa oxuyuram. düşdü. Ərəb Bu soyuduza saxlayıram onu, soyuduza. Mən əslində zarafat eləyəndə də mənalı zarafat edirəm. Ona görə deyirəm, onun alt yapısı var. Əslində Bura zarafat yeri deyil. Burada hesabdan ciddi gedirsə danışıram, Gəl belə eləyək. biraz mən elə o barədə dərdim açılmışkən deyim, əziyyət çəkirəm. Bəzən cavan uşaqlar da gəliblər jurnalistikaya, sən onlara əslində doğru cavab Cavab versən, versən. onlar deyir ki, yox, açıq aydın deməlisən. Sözün Müəyyən bizdən işarələri mərqə verir, rəbi hə. var. Yox, sən jurnalistikanı bitirməmsən axı. Sən Həm də cavan da deyirsən. cavan Azı götür üstünə. Cavan da Cazibədar jurnalistlər var, onu da Yaxşı. götür üstünə. Qane elədiniz sizə cavab. Xahiş edirəm. Bax bu qanı elədini bu dəqiqə biz Bəli. hal-hazırda səmimiyyət faizi ilə ölçək. Bilək ki, bu dəqiqəyə olan vəziyyətimiz necədir. Zəhmət olmasa göstərək. Göstərək, saxlayaq. Saxlayaq. Qırmızı qaldıran insanlar Onunla mənim yükləyəcəklər. yaxın dostlarım. Qardaşım, Mənim əzizlərim. Çox sağ ol. Çox sağ ol qardaş. Orada Çox sağ ol. Özə bu stol Çox sağ ol. Oya bura yaxşıymış ki. var olasın. Mən də bura Təşəkkür. baxmıram. Çox sağ olun. Qırmızılar var olasın. Mənə maraqlıdır bu göyləri qaldıranlar hansı Hələ səmimiyyətdən danışırsınız? Hanı səmimiyyəti harda gördünüz? Mənə qırmızılar çatmır. Mən tam olaraq səmimi Sağ olun cavab dostlar. verirəm. Bu Darıxma. belə tərəddüd Bu belə. edir elə. Bayaqdan sən nə qədər yemək sifariş vereyim Azər? Nəsə toxdur. O toxdur bu dəqiqə. Amma fərqi yoxdur bu Nəsə dəqiqə. istəyir o. O Kim istəyir versin. Halı edin. yox deyim onu qaldırmağa. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Təxmini vəziyyəti bilirik. Təxmini vəziyyəti başa düşdük. Yəni bu dəqiqə var da pul. Pul yoxdur, belə satılası Amma bir tək şeylər var gəlməyib da. də. Mənə elə gəlir Namiq. Yox, əgər üstündə pul yoxsa, bəlkə Aygün xanıma xahiş edək karta o da şey. Yəni yaxşı olar. Mahnıdan həll eləyərlər. Mahnıdan. Məndə Mahnıdan. yoxdur, onu dünəndən yox. Bugün də bizim baş sponsorumuz Access Bankdan bizim qonağımız Namiq Qaraçıxırova xüsusi bir hədiyyə var. Yaxşı. Əziz Kartımız dostlar, gəlsin. gəlsin zəhmət olmasa buyurun. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Gör Bu alqışlayarlar. Access Gör Bankdan, alqışlayarlar. Access Bankdan bir hədiyyədir. Bu Access Bankın VIP klubunun kartıdır. Ay, təşəkkür edirəm. Təbrik eləyirik. O gün olsun. Növbəti sezonumuzda hesabı bu kartla bağlayacağıq. O da bu. Qardaşım davadan gəldi. Kabadayı kimi. Ağır sual bu Sən dəqiqə. şotun nə qədər başına dönür. Heç də demə. Heç də demə. Tək oturub ha deyim, təkdir. Təkdir ana. Heç kim Gəlsin. Bağlaya 200 bilərsən. nəfərin yerinə yeyirəm, değil mi? Kimi sən döyüb girib içəri? Tək yazıyor döyəcək. Xoş gəlmisiniz əvvəla. Hazırlaşır. İlk olaraq onu deyim ki, Namiq bəy, bir meyxanaçı olaraq, müğənni olaraq sizə çox böyük hörmətim var. Təşəkkür. Müğənnidən, meyxanaçıdan əlavə mənim üçün bir şairsiz, şair ruhlu bir insansınız.
danışırsınız və elə ona görə də bir məsləhət almaq istəyirəm sizdən. Mənim deməli bir qızdan xoşum gəlir. Həmin qız da gül dükanında işləyir, satıcıdır. Şair ruhlu bir insan kimi mənə nə məsləhət verərdiniz? Mən necə yaxınlaşım o qıza deyim ki, mənim səndən xoşum gəlir, səni istəyirəm. Yəni biraz utancağam o məsələlərdə, ona görə məsləhət almaq istəyirəm. Mənim artıq yaş dövrüm elədir ki, o tanışlıq məsələsində məsləhət verə bilmirəm. Amma belə ağlıma belə bir məsələ gəldi ki, gül mağazasında çalışır. Yəni də ona gül aparıb vermək daha yaxşı olar. Yoxsa dilim də topuq vurdu çünki özümü orada təsəvvür edirəm. Söz var, gülə gül verməz. Hətta mən razıyam ki, o gülü vermənə mən aparım verim, ona sizin adınızdan. O əla olar məncə. Mən razıyam. Çox gözəl. Yəni Təşəkkür edirəm. Sən bir o yaşılı göstər, göyüdür, yaşıl da onu göstər. Onu Çox edeyim sağ mən. olun, təşəkkür edirəm. İnşallah qismət olar, xanımın könlünü alarsan. mənə elə gəlir Toyunuzda da ki, iştirak edin. əgər baxırsa, indi artıq bir də zəng elə ona, mənə elə gəlir artıq razılaşıb. Gülsüz də Ay, razılaşacaq. Sən ki bu ürəklə gəlib burada onu Mən sən nədən qorxuram? Xanım satıcı. Hə, gülü verəsən apap satar. Satsın da sevgisini satmasın. Qardaşı satmasın. Gördün cavabı. Çox sağ olun. Namiq bəy, sizin bir neçə mahnınız xoşuma gəlir. Bu mahnılardan biri Məni ağladan gözəl, qalasan ağlayan. Məni ağladan gözəl, qalasan ağlaya ağlaya. Çığırıb aləmə səs salasan ağlaya ağlaya. Sadəcə bilmək istəyərdim ki, sizə necə pislik ediblər ki, kiməsə qarğış etmisiniz. Mən də sənə qarğı şeydim, o saçlarını verərəm. Qalasan ağlayaq. Saçlarını yolasan ağlayaq. Yolasan ağlayaq. Belə klassikada doğru deyil xanıma nəsə pislik arzulamaq filan. Əslində olmaz da hər zaman. Mən orada bir yenilik eləmişəm, yenilik də qarğış yeniliyi eləmişəm. Əslində olmaz. O da bizim gənc vaxtımızda. Adam yəqin gənc olanda çox qarğış edir. Ola bilər, başa düşmürsən. Yeniyetmə dövründür, bilmirsən. Yəni oradan da elə bir şey olub ki, belə bir acıqlı qalmısan. Bəlkə o istəmədən o beynində nəsə qalır. İstənilən ayrılıqda acıqlılıq 80%-də, 70%-də olur. İndi o bizim uşaqlıq məktəb və məsələn, məktəb filan. Qalıb travma kimi. Həm də ki, hər yazılan... Mən böyüyüb mahnı yazacağam sənə. Baxarsan, populyar olacaq, qarğış. Yəni o üzünə deyə bilmədiklərimi dalayacam demişəm. Mənə o qarğışlardan bir ikisini atarsan da baxacaq. Gözüm Sən də travma. Amma tutar ha, tutar. Qoy tutsun da. Bilirsən də. Adamlar var, ona mən... Dostun qarğışı tez tutur adam, bilirsən də. Qan eləyirsiniz cavab, yoxsa yox? Normal. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun. Dostlar, rubrikamıza başlayırıq. Hal-hazırda qonağımıza Namiq Qaraçuxurovuya sözlər deyəcəyik, ayrı-ayrı sözlərdir. Bu rubrikanın mənası nədir? Namiq fikirləşmədən ağlına gələn ilk sözü, ilk cümləni işlətməlidir. Biz söz deyirik, sən nə ağıva gəldisə onu deyirsən. Sizdə o var. Əlbəttə var, əlbəttə var. Qarğışları və söyüşləri bağlayacaq narahat olun. Onu nəzərə almışam. O elə bizdə olur, bütün bütlər burada. Birinci Birinci söz. Bibər, Acı, Qupqa, yumşaq, məhəbbət, ayrılıq, Aygün, bəylər, şparqalka, nicat, Nigahdan kənar, xoşqadan xanımın verilişi. svarşi, Olsun usta. Əlimir Əliyev, Fənətkar, alüminium, mis. otel, 12-dən sonra ikinci sutkaya keçir. Corab, Qutab, WhatsApp, kod. Qarğıdalı, Qarğıdalı, qarğıdalı. İsti qarğıdalı. Pərviz Bülbülə, Meyxana. İsti Qarğıdalı, isti qarğıda, İlişirsən orada. Dəvə. Yəni qutaba gedir. Corab. Təşəkkürlər, çox sağ olun dostlar. Watermelon sugar high. Watermelon sugar high. Watermelon sugar high. Watermelon sugar high. Watermelon sugar. Təşəkkür edirik sizə, çox sağ olun. Bu göy bizon üçün mənim ürəyim gedir. Xanım var, o yəqin ki sərindir də, hə? Ora 5 Çox dənə sağ ol. xahiş edirəm, onun Çox gözü sağ ol. doymur bayaqdan. Bayaqdan bizon 2 dənə qalmayıb orada. işçisini içmişəm. Bunun Gözü sərinləri yanmır, üstünədir. Ha.
Son zamanlar təzə bir dənə söz öyrənmişəm. Yo, maşallah başlamısan öyrənməyə. Bana sən təbün. Cümləyə də keçsə yavaş-yavaş. Cümlə qurur, bütöv cümlə Darıq bunun axırı bir dənə meyxana deyirsən. Sən təbün rəvandır. O rəvan nədir? Nə qədər elirsən səndə olmur abi, odur. Rəvan Səndə olmayan Paxıllıq hissi də yəni. Ya, bir yerində deyən rəvan belə iti. Yəni qabağa gedənmi? Saç tökülür. Hə, bax sənin saçın Rəvandır da bu dəqiq. bir rəvandır. Qeyri-rəvan. Narəvan, hə. Ya rəvan. Narəvan, bir rəvan, rəvansızdır da. Bu qədər söz deyilməmişdi. Nicat bir rəvan. Sənə deyim, o hesabı gərək ödətdirməyəydik. Hesabdan sonra daha da pis tanışır bizdən. Amma bu da paxıldır da, saqqalından vermir sənə. Deyə Allah, gördün. Qardaşımı mən axırda ağlaya-ağlaya yolacam sənə. Sənin gözün var, hələ o cavandır, nəsə baş verə bilər. Bəlkə sənin o yaşda səndə də elə olur. Doğrudan. Belə, belə çolxur. Belə çolxur, özü, belə çolxur. Belə qadınlarda biraz ola bilirsən. Belə. Eləmirsən, hə, eləmirsən. Birinci gəlmişəm. Hoş geldiniz Namık Bey. Salam, xoş gəldin. Qardaşım hələ bir qorxub gəlib. Yok, biraz Yaxşı gəlmişdi, burada qorxdu. Yolda qəzasız olmayıb qəza. Yok, Onda nəsə olacaq. Nəsə, hə, nəsə belə. Bilərsən ki, nəsə Ya olacaq. belə dikdi ya. Təqdim edin Belə olanda özünüzü. nəsə olur. ben Bedir. Dedir. Qədir, Hava verir. Qədir. Yavaş-yavaş həyəcan gedir. Bedir'i biləcəyik biz. Türkiye'den geldim. İşte buranın kültürüyle fazla ilgili değilim ama Namık Bey'in şarkılarına biraz kulak astım. Aslında sorum da biraz şarkılarla alakalı değil, başka soru sormak istiyorum. Hem biraz öğreşmek hem de biraz işte eğlenmek için geldim buraya. Öyle değil. Əcəb elə. Allah. Sorum Biz biraz... səni Verişdən sonra gəlib əyləndirəcəyik. oturarıq. Əylənərik. Pul var üstündə. Siz ödüyorsanız oturalım. A, qurbandır. Çox yeyən adam oxşamır, maşallah. Ha, nəsə belə Yerindədir, narahat olma. yerindədir, hə. Sorumu sorabilirim. Buyur, doğru sual verməliydin. Kadınlar olmasaydı dünya nasıl bir yer olurdu? Bəzən biz deyirik, xanımlarsa həyatımız olmasın filan. Məsələn, mən toyumu kişi toy eləmişəm. Mənim toyumda xanım. Mən də var idim o toyda. Kişi toyu. Ha, Çağırmışdım belə. Olmadı. biraz maraqsız keçdi. Mən sonra onu analiz elədim, başa düşdüm ki, qadınlar yox idi toyda. Ona görə toy çox maraqsız keçdi. Yəni biraz deyirəm elə ört bastırırlar. Bax təsəvvür edin, burada hamısı kişilərdir. Necə görsənərdi. Yəni buradakı xanımlar Aləm deyərdim. bura gözəlliyi verir. Yəni hər kəsin həyatında, evində, ailəsində xanımlar olsun. Nə qədər çox olsa o qədər yaxşıdır. Yəni Xanımları bir alqışlayaq, xahiş edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Abi, Çox var ol, sağ sağ ol. Çox uzağa getmə, Nicat əyləndirməyə aparacaq verirsən. Hələ burada, Montana'da. Salam aleyküm Namik bəy. Salam, xoş gəldin. Sizə bir dənə sualım var. Sizi əslində çoxdan izləyirəm. Siz harda işləyirsiniz, mənə izləyirsiniz postdan? Marketolog işləyirəm. Marketolog. Mənə niyə izləyirsən sən marketolog? Yox, ümumiyyətlə kliplərinizi, Dedim bəlkə videolarınızı nəsə izləyirəm. dövlət idarəsi Sizi izləyir mənə. tez-tez uşaqlıqdan. Reklam zad olsa ötür. Mən gözüm üstə. Hazır. Elə də bahadır. Köhnə videolarınıza baxdım, kliplərinizə və bir məqam mənim diqqətimi çəkdi. O vaxtı kostyumlar geyinirdiniz. Yəni o kostyumlar əyninizə niyə o qədər böyük idi? Yəni səbəb. Bu sözləri eşitdim, mən elə bu cürdə etdim. Şəfa stadionunda konsertim olub, orada mən gedirəm, kostyum sonra gəlir. Mən dönürəm, kostyum sonra dönür. O vaxt orada niyə elə idi? Bizim o dövrdə ümumiyyətlə elə dəb idi və bəxtimizdən YouTube var. İndi sizin bəxtiniz gətirib ki, indiki dəb başqa cürdür də. Və Bilmək olmaz da sonra necə görünəcək bu. O da var. o da inanmıram lap belə. O vəziyyətdə olsun. Tez-tez göstərirlər mənə ki, bu nə geyimdir. Yəni indi o geniş geyinmək də dəb hərdən. Hə, qayıdır. Dəb qayıdır. Hə, qayıdır. Yəni ki, mən görürsən də o vaxt 15 il sonra görmüşəm, yəni o da. Dəbə görə idi, yoxsa dostlardan alırdın? Olub burada, nə olsun? Yox, dostlardan mən almamışam heç vaxt. Bir dəfə olub Olur da, dostumdan. imkan olunur, məndə də olub. Bir dəfə olub, hə. Mənim kostyumlarım var. Mən onu 1-ci sinifdən geyinirəm. 8-ci sinifdə tam əynimə vururam mənim. İndi. Yox da 8-ci, 1-ci sinifdə Amma böyük. etiraf edeyim ki, bəzilərində desən lap böyükdür. Yəni Bəli. Sonra bir də klip var, Papanın gül balası. Yəni Yox, orada böyükdür. Ay böyük danışır. Orada böyükdür. Çox böyük danışır. Girib araşdırıb. Hə, orada normaldır, nə danışırsan? Sən böyükləri görməmisən. Hə, sən böyükləri. Slavik çox sağ ol, Slavik. Var olsan. Əvvəla sizə bir şey deyim ki, mənim üçün ən uğurlu duet ortaqları indiyə kimi Namiq və Aygün Kəzimova adlandırardım. Sizə bir sualım vardı. Namiq və Aygün Kəzimova dueti
olandan hamının ağlında bir fikir yönəlibdi ki, siz sevgilisiniz. Və mən buna konkret bir cavab istərdim. Xanımı çox narahat edir o sual. Konkret istəyir ha. Konkret bir cavab. Hə, yox, nə cavab Konkret bir cavab istərdim. Doğrudanmı siz Aygün Kazımova ilə sənət ortağısınız, yoxsa başqa hisslərdə olub? Cavab verməyə bilərsən ha, amma hesabı bağla. Hansı masada əyləşmişsiniz, üzr istəyirəm? Arxa masada. Yox, masa doludur. Mən arxaya baxa bilmirəm də. Masa doludur. Qabağa baxmaqdır da. Hesabı bağlayaq məncə, bax görsən azıq su içir. Sizin hesabı bağlayacaq. Təşəkkür edirəm. Əziz dostlar, Namiq bu sualdan imtina elədiyinə görə yerindəcə həmin masanın hesabı zəhmət olmasa və post edirəm. Gəlsin bura, xahiş edirəm. Sizə bir dənə söz deyim, bu bizim verilişdə birinci xeyrimizdir. Alqışla xahiş edirəm. Namiq, çox sağ ol. Çox sağ ol. Sağ ol, mənim qardaşım. Çox sağ ol. Belə qonaqlar bol olsun. Belə suallar da bol olsun. Mənim ziyanımın alqışları idi da, belə şey. Mənim baxışımdan elədir. Bizim xeyrimizdir bu. Nə qədərdir? Çoxsa deyim, beynim sönür, bir dənə deyəm. Yox, bir dəqiqə deyirəm. Hə? Mən baxda ki... Ya da o boyda alqışlayır. Alqışa görə. Yox. Deyirəm, day... Deyə də bilərsən. Kartı çıxadımısan da. Nasıl? Bu? Nöqtə düz görürəm nöqtəni. Budur, hə. Sən başa dönərəm, al. Mən sənə dedim, rəqəm 2-dir. Xanım elə gəlib, oturub, durub gelib sual verib, ha. Bayaqdan başqa işlər yox. Əla oldu ya, doğrudan yaxşı oldu. Yaxşı oldu ya. Çayvo da verə bilərsən, ha. Çayvo? Pullar yox, kartda olursan da. Kartdadır, məndə kartdadır. Ha, çek çıxdı, все, rahatlaşdım. Əla. Çek çıxdı, can çıxdı. Xeyirli olsun. Məşhur futbol klubu Real Madriddə Modric oynayır. Onun əmsi oğlu buradadır. Xahiş edirəm, ayağa qalxamısan. Modric. Amma üzünü tutsun, Messi yox şimdi. Bax, gözlərində. O da ola bilər. Təşəkkür edirik. Çox sağ olun ki, bizə diqqət yetirib gəlmişsiniz verilişə. Çox sağ olun. O boyda iş rejiminin ortasında. Modric mənim qardaşımdır, o bilir. Mənim oyuna zarafatsız. Nəinki Modric'ə buradan salamlar. Modric salam. Bütün ulduzlar, Modric, Messi qarışıq ən sevimli yerlərindən biri Montana restoranıdır. Elə bizim də, biz təşəkkürümüzü bildiririk burada Montana restoranına. Dostlar, çox sağ olun. Bu gördüyünüz bütün dadlı təamlar, yeməklər, gözəl dekorasiya və bu aura ancaq Montana restoranındadır. Çox sağ olun, təşəkkür edirik Montana restoranı. Gənc meyxanası kimi, həvəskar meyxanası kimi, gənc yazar kimi mənim bu sənəti sevməyimə səbəb 2 nəfər olub. Biri Allah rəhmət eləsin, rəhmətli Aydın Xırdalanlı birisiz. Sizə meyxana aid bir sual verəcəm. İstərdim meyxanaçıların həmkarı kimi yox, tamaşaçısı kimi, xiridar kimi bu sualı cavablandırasınız. Sizcə meydanda olan 4 dənə şairdən ən güclü hansıdır? Pərviz Bülbülə, Orxan Lökbatanlı, Balali yoxsa Ruslan Müşfiqovadır? Maraqlı. Çox sağ olun. Çox sağ olun. Mən bir nəfəri seçə bilməyəcəm, çünki onlar hərəsinin öz istedadı var da. Yəni mən onu necə deyim ki, ən güclü. Məsələn, mən Ruslanın meyxanasını çox bəyənirəm. Zövqüncə olur. Hətta məsələn bəyənirəm və qulaq asan vaxtı məsələn istəyirəm deyim ona ki, bunu biraz belə elə. Hə, məsələn o melodik baxımından ya nədənsə. Ona görə mən birini seçə bilmirəm və çox belə çətin vəziyyətdə qalıram. Birini seçib cavab versəz mənim üçün də xoş olar. Ümumiyyətlə birini seçmək o demək deyil ki, o birisiləri alçaldırıq. Yəni yox, insan və yaxud kimdənsə üstün tuturuq. Bu yəni zövq məsələsidir və zövqümü deyirsinizsə, mən zövqümü deyirsinizsə mən orada daha çox Ruslanı dinləyirəm. Ruslan. Amma texnikanı çox sevirəm misralarda. Təzad məsələsi var. Məsələn, gecə demirsənsə, gündüz desən dalayacaq gözəl olar. Ona görə mən özüm axır vaxtlar yəqin fikir vermişsiniz, yaza bilmirəm. Çünki o qədər o şeyləri istəyirəm, orada özümə qarşı tələbkarlıq yaram. Canlandıra bilmirəm. Görürəm mən... Qardaşım ölüb bəyəm, dünən yazım da. Doğrudan. Qardaşım ölüb də, mənim ölüb. Məsələn, şirin demirsənsə, acı deməlisən. Mən buna... Nicat demirsənsə, Nicatın antonimi nədir? Azər. Nicat qurtuluş deməkdir də, antonim... Yol, bəli. Başlanğıc. Qurtuluş. Nicat demirsənsə, tras deməlisən. Yoldur da. Tras əla. Eşidirsiniz? Civi trasdadır. Çox sağ olun. Sağ ol, Təşəkkür edirəm. Balalı deyir həmişə. Mən qara Range Rover'am. Bu nə deməkdir? Mən tanıyırlar qardaş, mən qara Range Rover'am. Onu biz başa düşmürük. Oy, maşın ustalarından soruşun. Maşın alvericilərindən, ustalarından artıq.
Namiq bəy, mən sizə bir sualı yönləndirmək istəyirəm. Bu sualı yönləndirməmişdən qabaq biraz sizlə bağlı bir şey deyəcəm. Sizin bir mahnınız var, Papanın Gül Balası adında. Meyxana ilə çox belə aram yoxdur, amma yəni bir dənə mahnınız var ki, ona mən çox qulaq asmışam. Hətta belə əsgərlikdə uşaqların hamı yığılırdı kazarmada yeyirdi, qulaq asırdıq hamı o mahnıya. Səsim gəlmirsə biraz möhkəm danışaq. Həll olar qardaşım. Ya biz zəifləmişik. Sənin səsin yaxşı. Mən çox xəyalpərəst insanam. Yəni boş vaxtlarımda elə bil çox xəyal eləməyi sevirəm də. Ona görə yəni sizə də sualım çox xəyal olacaq. Sizcə yəni eşq bir meyvə olsaydı, bu hansı meyvə olardı sizə görə? Çox gözəl sual. Nə gözəl sual. Çox. Amma nar demə, xahiş edirəm. Qardaşım danışdı bu vaxtda. Qardaş elə bil ki, evdə qardaşını yeyib gəlib baba. O başda. Keçən verilişdə bizdə var idi bir nəfər. Özü çörəksiz yeyib. Tutmayıb onu. Tutmayıb. Yenə nəsə istəyir ha. Necə? Belə yeyir. Deyir sənə də yeyəcəm. Sonra bir 50 vurardı. Yəni bilməm çiyələk niyə ağlıma gəldi, amma düşündükcə mənim üzüm ağlıma gəldi. Üzüm. Kimin üzü? Üzüm. Ha, öz üzüm. Mən öz üzümdə. Yəni mən sevgi deyəndə üzümü yadıma düşür. Üzüm ayağının altına. Çiyələk. Yox. Çələm. Çiyələk. Üzüm olsun, çiyələk o qədər. Amma tumu da olsun da, sevgi də onun içində bir tum da olsun ki, ondan əkəsən. Yox, ondan da şey yaransın. Ha, əkəsən yaransın. Mən bilmirəm, əkəsən. Elə olmayan. Yox, qətiyyən. Əkərik. Deyib başına düşür, əkərik. Danışdıq. Əkməklə bağlı nə qədər şey. Əkər. Rövşən, səndə nə düzəldir? Məndə bunun hərəkətlərinə fikir verir. Özümü düzəldir. Özümü düzəldir. Özüm belə ol, belə. Oradan kipriklərimi. Rövşən, buna nə edirsən, zarafatsız? Normal insanlar kimi. Amma elə deyil ha. O nə söz elə, normal. Başa düşmədim. O qədər hamıya deyib ki, o da normal insandır. Hamı kimi gəlsən. Sən gülmə ya, səninlə varam mən axırda. Ağlada yoldan sən. Rövşənin kalan işi var. Sizi çox sevirik, sevərək dinləyirik. Təşəkkür. Sualım belə olacaqdı. Bakının girişində sizin mahnılardan birini vermək məcburiyyətində olsaydınız, hansı mahnı olardı? Bir də adını deyərdi, zəhmət olmaz. Yazı kimi? Aha, nə qəşəng sualdır. Bakının girişində. Nə qəşəng sualdır. Mən elə qış vaxtı deyirlər qar yağacaq. Belə bir şey yazmaq olardı. Xəbərin yoxdur. Ehtiyatlı olun, deyirlər qar yağacaq. Fəsilləri uyğun da deyə bilərsən. Deyirlər. Qar olun, yazda. Yox, uşaq o belə eləyirsiniz ki, gəlmirik. Elə eləmək olmaz da. Məsələn, xoş gəldin ömrümə. Yox, sevgilim gəlir dala. Hamısından bir misra gedər ya. Bir dənə istəyir də. Bir dənə olmalıdır. Məsəl üçün, mövcüzə, belə bir şey, bir dənə, tək. Bir misra, ya misra da var. Papağan Gül Balası. Yaxşıyır, Papağan Gül Balası. O Targoviya uyğundur, Papağan Gül Balası. Bu gecə yum gözlərimi. Yaxşı, səhər gələnlər nə edəcək? Səhər gəlib gecəni gözləyəcək. Yorulub da, bu gecə deyir, yum gözləri, sabah səhər gəzərsən. Bir də bir sual verin, səbəbini də deyə bilərdiniz, niyə görə? Mən bilirəm, bu gecə yum gözlərinin içində bir çox təxəyyüllər var da, alt mənalar var. Yəni, nələr baş verəcək. Yəni, ölkəyə gəlmirsən, macəra gözləyirsən. Bu gecə yum gözlərini, xahiş edirəm, biraz zümzüm eləmə olar. Doğrudan deyirəm. Bu gecə yum gözlərini, xəyalına gəlim dedim. Darıxıram heç olmasa, bir üzünü görüm dedim. Alacağın bu candırsa, onu sənə verim dedim. Sən rahatız ömrünü sür, mən də rahat ölüm dedim. Premium üstünlükləri Access Bankın MyCard Premium kartı ilə kəşf edin. Səyahət sığortası, hava limanlarında ödənişsiz VIP zallara giriş, 24/7 şəxsi asistan xidməti, hesab qalığına əlavə gəlir və 30%-dək cashback əldə edə bilərsiniz. Və 30%-dək cashbacklə qazanan tərəf siz olacaqsınız. MyCard Premium, premium üstünlükləri sevənlər. Necəsiz, xoş gəlmisiniz. Yaxşıyam çox. Salamlayıram. Hələ ki, yaxşıyam. Biz sizi meyxana məclislərindən, toylardan görüb, izləyib sevmişik. Amma show biznesə qatılandan sonra biz sizi, necə deyim, mağar toylarında, meyxana məclislərində görmədik.
və yəqin ki, tək mənə maraqlı deyil, bütün sizi sevənlərə maraqlıdır bu sual. Deməyə sözünüzmü qurtardı, yoxsa həmin məclisləri bəyənmədinizmi? Yəni nə baş verdi qısaca? Əslində ona konkret cavab verə bilmərəm, səbəbi çoxdur. Yəni baş verənlər ürəyimcə olmadı. Yəni konkret desək, baş verənlər ürəyimcə olmurdu. Nə? Doğrudan maraqlıdır, mənə də maraqlıdır. Məsələn, Dəbidə olan meyxanaları məsələn deyirəm, mən işinana eləyə bilmirdim. Rakka-çiko, çikka-çiko, bunu istəyirdilər məndən, eləyə bilmirdim. Belə səbəblər oldu. Hətta gedirdim meyxana, deyirdim, rakka-çiko, rakka-çiko. Mən indi yaşlı adam düşməliyəm. Bayaqdan sən yaşlı, nə olub, maşallah? Mənim artıq bu il... Nə? Yox, ən yaxşı adam oturub burada axı. Mənim bir neçə günə 45 yaşım olur bu il. Mənim... Heç deməlisən. Heç birimiz 40-a çatmamışıq, birinin saçı yoxdur, bu birisinin boyu qalxmır. Mən istəmirəm. Mən də istərdim 45 yaşımda belə oldu. Sağ olun Namik bəy, xoş gəlmişsiniz. Messini maşın vurub. Oxşuyur, hə. Ha, o da var. Sizi burada görmək çox xoş oldu bizim üçün. Can, mən belə bir sualım var idisə, uşaq vaxtı oxuduğumuz nağıllardan, baxdığımız multifilmlərdən görmüşük ki, Buratino hər dəfə yalan danışanda burnu uzanır. Və siz yalan danışanda sizdə nə baş verir? Çox sağ ol. Pulu azalır, qardaşım. Hesabı verir, pulu azalır. Bayaq necə idi? Mən yalan danışa bilmirəm. Yalansa fransız ki ilan vursun dilindən. Sən uşaqlıqda babat danışa bilirdinsə mənə öyrət də. Mən yalan danışa Peki qızarırsan? Peki qızarırsan, ola bilər elə bir şey? Yox, oynaya bilmirəm mən elə şeyləri. Mən məsələn, əvvəl bazarda işləyəndə baxırdım, hamı yalan danışır. Demək, alma satıram, İran almasıdır və o fars hərfləri zadlar da vardı, o qəzetlərdəki yeşiklərdə olmuyor. Nakleyka var. Hamı İran almasını satırdı Quba alması adı ilə. Mən də gələnə deyirdim ki, İran almasıdır. Bir dənə xanım gəldi, yaxınlaşdı, dedim yox, mən alladacam, mən də alladacam. Xanıma dedim ki, o təmiz Quba almasıdır. Xanım dedi ki, yox, mən İran alması lazım idi. Ömrümdə bilirəm belə. İndi düşmüşəm bunu da alacağım, yeşikdən o kağızları götürürəm, qəzetli ki, bax da fars hərfləri. Valla bu İran alması da alabilir. Ona görə mənim yalana kompleksim var, yəni mən bacara bilmirəm. Deyərəm əksi vazım var. Yalan danışanda məndə çox şey dəyişilir. Yəni ona görə Almanı başa düşdük. Bu rəvayət var ha. O başdan ayağa yalandır qardaşım. O necə olur? Çox xahiş edirəm. Ona cavab verin. Çox xahiş edirəm. Yox, nə bilirsən, yalandır. Bəlkə başda gəlir. O rəvayət olmuş şeydir. Yalan danışır. İndi bu dəqiqə yalan danışır. Burnum zarlar. Olmuş şeydir. Getdikcə. Suala cavab verin. O rəvayət olmuş şeydir. Zəng eləmişəm, deyiblər rəhmətə gedib. Namik, axırda. Zəng eləmişəm. Yəqin sənə yalan deyirlər. Amma rəhmətə gedmir. Rəhmətə gedmir. Mən oradan o mövzunu tutmuşam, yazmışam, amma həmin o yalanı gerçəkləşdirmişəm da. Yəni hadisə olaraq onu şişirtmişəm. İçinə biraz yalan qatmısan. Yalan deyil, o şair təxəyyülüdür. Sənin dilində yalan. Ha, o şair. Yalan təxəyyül. Təxəyyül. L axırda. Təxəyyül. L. L görürsən. L. Namik yalan danışanda kostyumların razmeri balaca başı. Əvvəl o vaxt rəvayətə qədər böyük idi. Amma cavab vermədin də yalan danışanda fakt nə baş verir? Yalan danışanda mənim yalan danışmağım bilinir. Yəni baş verən hadisə bilinir. Məsəl üçün adam var qızarır, adam var. Gözünü qırpırsan, əlvi belə qulaq aparırsan. Onu bilmirəm. Amma mən məsələn Nicata biraz yalan danışım, baxın nə baş. Bir dənə baxın. Nicat. Sən mənim qardaşımsın. Məndə belə bir şey olur. Yalan danışır. Doğru mu? Özümdən asılı deyil. Burada bunlar atır. Ya mən yalan da, heç mi yalan danışır? Dostlarım bilir, yaxın dostlarım. Deyə də atır. Deyə də atır. Nicat, sənin yaxşı, qəşəng saçın var. Sənin saçlarını mənim paxıllığım tutur. Nə dəyişdi? Düz danışır. Heç nə dəyişmədi. Çox düz danışır. Yox, düz danışır. Düz danışır. Oradan baxın, zarafatsız. Onda heç nə dəyişmir məndə. Yox, düppədüz. Mən belə gördüm ki, sən yalan danışanda ayağımın üstünə atırsan.
Deməli bu o deməkdir ki, sən yalan danışmağa hazırlaşdın, ayağımın üstünə attın. Düzdür qardaş. Ne Saçımla düzdür bağlı. canım, Nə demirsənsə qardaş. Bir saniye göre kardeş adam ne onun oklatqası maraqlı olmaz. Hər durdu bir dənə rahat çıxıb getdi. Mən düz danışmışam əslində. Nə bilim, olsun. Hər halda qoyaq belə, ayağın üstünə. Boyunu almaq istəmədi, davam edin, amma hər halda nəzərdə saxlayın ki, Tamam, ayağın yoxlayın. üstünə atıqda Məni sən qane deməli elədin. Namiq yalan Məni danışır. qane elədin. Davam edin dostlar. Mən bu yaxınlarda sənin şəkillərinə baxaram və sənin əlaqə saxlayanda verilişə gəlmək üçün dedin bağdayan və bağdan yavaş-yavaş şəhərə köçməyi planlaşdırıram. Bəli. Bağı özün tikdin, yoxsa Bağı özüm tikmişəm. olur ki, ustalar işləyiş dedi ki, Namiq bəy, mənim qardaş oğlunun toyudur. Bir yarım saatlıq Onu xaç. yayda tikinti eləyəndə Yaşıl Teatrda konsertim idi. Orada məsələn ustalar var, bilet istəyirdilər. Bilet verirdim mən ailəsinə. Belə yəni. Gələn dəfə nəsə bağ tikmək istəsən, bizim sponsorumuz var Green Home. Buradan təşəkkürümüzü bildiririk onlara. Bütün həyət evləri, bağ evləri, hovuz və digər bütün nə tikintilərin varsa, onlara rahat həvalə edə bilərsən. Çox yüksək səviyyədə, çox gözəl bir şəkildə sənə tikib təhvil verəcəklər və nə başın ağrıyacaq, nə hansısa bir nervi və etibarlı şirkətlər azdır. Green Home tikinti şirkəti müştərilər üçün müasir dəblə hazırlanan həyət evlərinin, villaların və kotejlərin layihələrini təqdim edir. Professional layihəçi heyəti tərəfindən çöl və iç dizayner işləri hazırlanır və müştərilərə təqdim olunur. Tikinti və təmir işləri tam açarlı şəkildə 1 kvadrat metrəsi 650 AZN-dən başlayan qiymətlərlə icra olunur. Yaşıllıq mühitini Green Home şirkətinə reallaşdırın. Təşəkkürlər Green Home-a, çox sağ olun. Salam, hər vaxtınız xeyir. Öncəliklə çox şadam ki, bugün qonağımız sizsiniz. Sualım belədir ki, niyə qadınlar olan məclisdə meyxana deyilmir? Çünki əslində biz qadınlar üçün də çox xoş olardı canlı şəkildə dinləmək. Bəs sizcə bu gender bərabərliyini pozmurmu? YouTube-da var izləsəz. Yəni mənim meyxana dediyim dövrdə mən xanımların içində meyxana deyildim. Yəni məsələn toylarda saat 8-də, 9-da qadınların olduğu yerdə mən səhnəyə çıxırdım, meyxana deyildim. O bayaqki suala da biraz qayıda bilərəm. Biraz meyxanaçıların dediyim meyxana formasına görə xanımlar uzaqlaşdılar meyxanadan. Amma indi sən dediyin konsertdə daha çox mahnı vardı, populyar sənin sevilən mahnı Amma yenə də vardı. Meyxana dəyişmə söhbəti deyil. Məncə xanıma maraqlı olan dəyişmədir, yəni xanımların dəyişməsi. Baxın, mən sizə misal çəkirəm. Şəfa stadionunda kostyum məsələsi var idi ya. Orada mən mahnı da oxuyurdum. Mehman Əhmədli, Ələkbər Yasamal, rəhmətli Aydın Xırdalanı mənlə bir yerdə orada meyxana deyirlər. Canı var, şöhrəti var Azərbaycanımızın, hər yörə neyməti var Azərbaycanımızın. Təbii ki, mən buna çox acıyıram. O gender bərabərliyindən əlavə olaraq da acıyıram ki, axı bu uğur var idi, getdi. Çox Amma təsir. yenə də o Amma həvəskar xanımlar var. Stadiondur, konsertdir. Söhbət məsəl üçün meyxana dəyişməsindən gedir. Elə bir məclis yoxdur ki, xanım vardır, belə bir şey, meyxanaçılar Yəni olub, mənim dövrümdə demək istəyirəm, olub. İndi yoxdur, əlbəttə. İndi nəyə görə xanımlar? Tək mən deyildim də, mən gəlirdim, bir başqa meyxanaçı var. Orada dəyişmə oldu, xanımlar da əyləşirdi. Əlbəttə, təbii ki, xanımlara uyğun dəyişmə. O vaxtı olur. O ola bilərmi ki, meyxananın söyüşdüyündən və yaxud niyə? Daha aşağı səviyyədə söyüşlü meyxanalar olmağından çox oldu. Xanımlar da yavaş-yavaş uzaqlaşdılar. Təbii ki, bu bizim meyxanamızın faciəsidir. Mən sizlə birlikdə buna təəssüf edirəm. Çox sağ olun, təşəkkür edirəm. Razısınız xanım? 50-50 deyək. 50-50-yə. Ona görə yoxsuz da, bax meyxana məclisində. Razı qalmırsınız da heç mən. Deyə 50-50-yə, hesabını yazsın. Dostlar, suallarımız bitdi. Nicat, nə fikirləşirsən? Artıq sondur da, baxaq görək. Nicat bəyərdən fikirləşir, veriliş bitsəydi, buraları dağıdardım. Onu demə, o heç. Nə dərəcədə səmimi idi bizim qonağımız. Dostlar, xahiş edirəm, səs verməyən. Aha, səs verməyən. Hazırsınızsa, qaldıraq işarələri. Hədə qorxuq da gedin. Qardaş, hesab vermək istəyirəm. O davada olur, heç gəlini vurmur, ondandır. Və dostlar, belə başa düşürəm ki, biz yenə də uduzmuşuq bu verilişdə. Bizim qonağımız daha səmimi oldu. Çox sağ olun Amir, çox sağ ol səmimiyyətə görə. Siz sağ olun uduzduğunuza görə. Çox sağ olun. Sağ ol. Təşəkkürlər mənim səmimiyyətimdə. Hesabı ödəmək vaxtıdır. Gəlsin terminalımız. Nicat əlində Platinum kart Access Bankdan. Kart qara, qanım qara. Hə? Əvad da. Nicat, buyur. Nə qədərdir? Buyur Nicat. Vay vay. Buyur. Sağ olun. Düz gördüm mən onu. Əcəb oldu sizə. Nicat. O səs var. Ay sağ ol. Ürəyin, bax.
Çoxdan. Sənin ömründən getdi Yenə bu. tutdu. Evet, tutdu. Ver qardaşım. Biz yeyəndə belə Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Slavik, sənə heç nə demirəm, özün bilirsən. Növbəti verilişimizin sonuna çatdıq dostlar. Bugünkü qonağımıza da təşəkkürümü bildirirəm və sizə də sual verən insanlara, qonaqlarımıza da təşəkkürümü bildiririk ki, gəldiniz, öz suallarınızı verdiniz və çox sağ ol ki, Namiq və belə səmimi cavablar verdiniz. Var olasın. Təşəkkür. Gələn dəfə daha bir maraqlı qonaqla qarşınızda olacağıq Montana restoranında. Azər, Nə gələn deyirsən? dəfə məncə hesabı gələn qonaq verəcək. Allah hər dəfə belə deyirsə ortada bir şey yox. Doğrudan. Sonda isə Namiq Qaraçuruqdan çox gözəl bir ifa istəyəcəyik. Namiq, zəhmət olmasın.